Bugün xanım Zəhra salamullah aleyha ilə Əli aleyhissalamın izdivac günüdür. Ona görə bu gün çox əzəmətlidir. İmam Sadiq aleyhissalam buyurur, xanım Zəhra ilə Əli aleyhissalamın əqdi Ramazan ayında oxundu. Amma izdivacı açan oldu. İzdivacı bax bu gün oldu. Zilhiccə ayında oldu. Hicrətin 2-ci ilində. Yəni xanım Zəhra Əli aleyhissalamın evinə gedib. Allah Teala Qur'an-ı Kərimdə bu ailədən danışır. Qur'an-ı Kərimdə bir dənə ayə var. Allah Teala buyurur: "Mərəcəl bəhreyni yəltəqiyan." Bilirsiniz bu ayəni deyir, iki dənə çay var, iki dəniz var, bir-birinin yanındadır, amma bir-birinə qovuşmur. Fasilə var arasında. Onun suyu bu tərəfə keçmir, bunun suyu bu tərəfə keçmir. Yəxrucu minhuma, o iki dənizdən çıxır.